təharət paçlıq deməkdir. Paçlıq namazdan qabaq vacib olan şərtlərdən birincisi təharətdir, paçlıq. Paçlıq iki növdür, təharət iki növdür. Birincisi həqiqi, ikincisi məcazi. Həqiqi paçlıq kəlmə-i şəhadətdir. Əşhədü ən la ilahə illallah, əşhədü ənə Muhammedən Rasulullah, əşhədü ənə Aliyyən vəliyullah. Bu, insanın ruhu paç olur bu şəhadət deyəndə. Yəni, Allah eləməsin, kafirdir, dönür bu kəlmələri deməklə olur müsəlman, paç olur. Təharət budur. İkinci, məcazi təharət. Məcazi nədir? Müsəlman oldu, istəyir namaz qılsın, ibadət eləsin, buna paçlıq lazımdır. Məcazi təharət üçdür. Qusul, dəstəmaz, təyəmmüm. Qusul, dəstəmaz, təyəmmüm. Dəstəmazın qaydasını dedim. İndi ikinci cümədə qusulun qaydasını dedim. Ümumiyyətlə insana 7 qusul vacibdir. 7 qusul vacibdir. Birinci cənabət quslu, bilirsiniz bu nə səbəb olur buna. İkinci meyyit quslu, adam öləndə adama qusul verirlər. Üçüncü məssi meyyit quslu. Məssi meyyit, əli ölünün bədəni soyuyandan sonra toxundursan, insana məssi meyyit quslu gəlir. Dördüncüsü nəzir və and içmə quslu. Allah bala məscəlidən gəlsin, bir qusul eləyərəm. Elə ki bunu dedi, nəzir elədi, gərək ona vacibdir qusul etsin. And içmə. And içirəm Allaha, əgər bu iş belə olsa mən bir qusul eləyəcəm, bu vacib olur. Bu 4 dənə kişilərə vacibdir. Üzr istəyirəm məni eşidənlərdə və ana bacılarımdan. 7 qusul demişdim. 3'ü də qadınlara aiddir. Xanımlar ayda bir dəfə xəstələnəndə o qusulun adı heyz qusuludur. Öz adət günlərindən başqa günlərdə o hadisə baş verəndə istihazə qusuludur. Və uşaq dünyaya gətirən xanımlar 10 gün tamam olandan sonra nifas qusulu verməlidir. Qusulun verilmə qaydası da qusul iki cür verilir, tərtibi və irtiması. İrtiması odur ki, insan əgər dənizdəmi, göldəmi, dərin çaydami niyyət edir, filan qusul edirəm, qürbətən ləllah, bir dəfənə batır suya çıxır, buna deyirlər irtiması. Tərtibi qusul odursa isə birinci dəfə baş yuyulur, bu boyun körpü sümüyündən belə niyyət edəndən sonra baş ora qədər yuyulur. Ondan sonra sağ çiyindən bədənin yarısı ayağın altı dolmaq şərti ilə su bütün bədənin hər yerinə çatsın. Bu ikinci hissəsi. Üçüncü hissəsi də sol tərəf çiyindən ta ayağın altı da bütün bədənin hər yerinə su çatmaqla qusul verilir. Və qusul veriləndən sonra bəzi müştəhidlərin rəyinə görə cənabət qusulundan sonra, amma Seyistanalan rəyinə görə və bəzi müştəhidlərin rəyinə görə bütün vacib qusullardan sonra və hətta şəriətdə müstəhəbliyi təsdiq olunmuş qusullardan sonra, məsələn cümə qusulu kimi dəstəmaz almaq, əgər qusul pozulmayıbsa ehtiyac yoxdur, yəni onunla da namazı qıla bilərsən. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.